Valideynlər qrupunda olan hər kəsin nəzərinə müəllimlər günü gəlir, səssiz qalmaq lazım deyil. 5 manatdan pul yığırıq, müəllimələrimizə hədiyyə almaqdan ötürü. Bir də burada fond pulu var, xlor pulu var, usta pulu var, mel pulu var. Bunların hamısı verilməlidir. 6 dənə parta qırılıb sinifdə. Bir də sinif rəhbərimiz təzə ev alıbdı. Həyat yoldaşı ilə ona pastel pulu alınmalıdır təzə. Pasteller təzə pasteldə yatsınlar. Ay valideynlər, bir də sinif rəhbərimiz deyir ki, hər valideyn uşağına bir dənə dipçək versin, gül versin, pəncərənin ağzına qoymağa bacı. Az sizin bir yeğeniz yoxdur, boğazınıza bir çatı salar. Az mənim əlimdən yaptığım pastelin ortasında tunel boyda deşik var, qafqara kösəyi bağlayıb, 50 yerindən tikiş vurmuşam. Mənim işim gücüm yoxdur, indi kimsə qızıxıb pasteldə yatacaq deyə ona pastel pulu yığacam. Sizin başınız xarab olub, indi sizə büyünlərim mən atamın görə haqqı şikayət eləməsəm, sizin bu danışıqlarınızın hamısını TikTok'a yaymasam, məndən bekar adam yoxdur. Sizi Bakıya saza verəcəm, dayan, sizi biabr verəcəm hər yer. Az mənim direktoruma, sinif rəhbərimə canım da qurbandı, and olsun Allah ürəyimi də çıxardıb verərəm onlara. Az yığılan pul bizim uşaqlarımıza görə yığılır da. Müəllimə də onun ürəyi şad eləməsək də nə oldu? Nə lazımsa yığılacaq. Bax mən demişəm sinif rəhbərimə də, mənim uşağımı döy, çığına, götür vur divara, amma qoy uşağım oxusun. Əziz-məzizi tərbiyəsi ondan da əzizdir bacı. Başı var oxumur, mənim uşağım kəllədir. Başı var oxumur, məndən qorxmur. Bari qoy müəlliməsindən qorxsun, əziz-məziz tərbiyəsi ondan da əziz. Nə lazımsa yığılacaq. Qoy dədəsi gəlsin evə, axşam 20 manat atacam kartınıza bacı. Yığışdırın da bu gül söhbətin olar. Hər il gül yığırsınız. Sonra məktəb bağlananda görürəm ki, müəllimənin, direktorun, sinif rəhbərinin evinin qabağındadır bizim evin gülləri. Valideynlərin verdiyi dipçəklər. Axırda ya direktor aparır ya da sinif rəhbəri. Bu maşennikliyinizi yığışdırın da olar. Bəstirin bu insanların haqqına girdiniz. Ay valideynlər, ayılın da. Nə vaxta qədər yatacaqsınız? Nə vaxta qədər sizdən istifadə eləyəcəklər? Ay bacı, direktor nə qarmalıdır? Sinif bağlanır, məktəb bağlanır. Güllər qalsın orada qurusun. Aparır qoyur pəncərəsinin ağzına da 10 sollar tullanacaq. Elə danışırsınız ki, bizim sinif rəhbəri o boyda sizin vəhşi uşaqlarla başa gələ bilmir. Evdəki uşağa baxa bilmirsiniz. Müəllimələr bir heləziyə çəkir. Güldüdən nə olası da? Gəl siz neyəsiniz onu? Rast ki belə oldu. Siz belə direktorun, belə sinif rəhbərinin qədrini bilmədiniz. İndi qavanınıza çıxanda görəsiniz. Sonra deməyin ki, mənim uşağıma yarı seçkilik qoyuldu. Mənim uşağım niyə ağlaya-ağlaya gəldi evə. Nə olar? Bütün hər yerdə adətən belədir. Müəllimənin ad günü olanda, müəllimələr günü olanda nəsə yığılıb alınmalıdır. Bəstirin, özünüzü yığışdırın. Bir şey olmamış çəkib buraxırsınız TikTok'a. Yığılmalı da bu olmalıdır. Hər yerdə adətən nədir? Bax mən deyirəm, sonra deməyin ki, niyə ayrı seçkilik olundu? Niyə müəllimə mənim uşağıma 2 yazdı? Nə olar? Bir də könüllüdür. Kim istəsə direktorumuzun qızı axşamlar TikTok'da canlı yaymasın. Ona jeton alaq ataq. Baxın servis TikTok balans var. 055 413 4 dənə 0. Liboy hədiyyəni zakaz verirsiniz, gəlib canlılar dağıdıb gedirlər. 1K 16 manatdır. 5K 80 manatdır. Şir 480 manatdır. TikTok universal 720 manatdır. Əgər istəsəniz, yəni sifarişdən atanda sifarişdən daha ucuz gəlir çıxır. 055 413 4 dənə 0. Kim istəyir ən ucuz jetonu alsın, attırsın direktorumuzun qızının canlısına. Mən atdıracam bu gecə.